bax bu konfransı keçiririk. Konfransda dediyimiz kimi bizim mövzumuz vergi sistemində islahatlar mövzusudur. Təbii ki, biz bu fürsətdən istifadə edib sizlərlə ölkədə aparılan vergi islahatlarının xüsusilə son 2 il ərzində aparılan vergi islahatlarının fəlsəfəsini tərif edəcəyik və təbii ki, bu islahatların mahiyyətinin nədən ibarət olduğunu açıqlamaqla onların verdiyi nəticələri sizinlə bölüşəcəyik. Vergi sistemində islahatlar artıq son 2 ildə ölkədə çox ciddi bir şəkildə və mən deyərdim ki, çox geniş bir miqyasda həyata keçirilir. Və indiyə qədər aparılan islahatlar içərisində təbii ki, ilk növbədə bizim mövzumuz vergi sistemində islahatlardır, ona görə vergi islahatlarından söhbət edirik. Bu kontekstdə aparılan ən ciddi, ən dərin islahatlar kimi dəyərləndirmək olar bu islahatları. Baxın, 2019-cu ilin yanvar ayının 1-dən vergi məcəlləsinə hardasa 300-ə qədər dəyişikliyin edilməsini nəzərdə tutan bu islahatlar bütövlükdə vergi ödəyiciləri ilə vergi qurumları arasındakı münasibətlərin kökündən dəyişdirilməsini hədəflədir. Və təbii ki, bu qədər dərin islahatlar öz nəticəsini verməli idi və verdi də. 2019-cu ilin nəticələri bir daha bu dediklərimizə əyani misaldır. İndi gəlin biz bu nəticələrə çatmadan öncə baxaq görək 2019-cu ilin yanvar ayının 1-dən tətbiq edilən vergi islahatlarının əsas istiqamətləri nədən ibarət olubdur və ümumiyyətlə bu vergi islahatlarının mahiyyəti nədən ibarət olub. Əslində mən deyim sizə, demək bütövlükdə bu islahatların mahiyyəti, fəlsəfəsi Azərbaycan iqtisadiyyatının qeyri-legal hissəsidir. Yəni kölgədə olan iqtisadiyyatı legallaşdırmaq və onu rəsmi dövriyyə cəlb etməyi hədəfləmişdir. Və təbii ki, bu çox ciddi bir hədəfdir. Ölkə daxilində rəsmi statistika və eyni zamanda beynəlxalq aidiyyatı qurumların apardığı araşdırmalar Azərbaycanda kölgə iqtisadiyyatının həcminin heç də az olmadığını göstərir. Və təbii ki, bu dövriyyədən kənar, rəsmi dövriyyədən kənar belə bir fəaliyyət nəticə itibarilə ölkənin xəzinəsinə vəsaitlərin tam şəkildə daxil olmasına imkan vermirdi. Və demək olar ki, bu şərait, bu vəziyyət sonunda ona gətirib çıxardıbdır ki, xəzinə istədiyi qədər, lazım olan qədər vəsaitləri almaması səbəbindən dövlətin ehtiyaclarını maliyyələşdirmə sahəsində də çətinliklərlə üzləşə bilir. Və təbii ki, bu vəziyyət, bu durum hökumətin hədəflərindən, hökumətin qarşısında duran bu əsas məsələlərdən biri idi ki, bu vəziyyət çözülsün və kölgə iqtisadiyyatı minimum həddə yendirilsin. Kölgə iqtisadiyyatı bütün ölkələrində var. Demək olmaz ki, tək Azərbaycandadır və yaxud da ki, əski Sovetlər Birliyinə daxil olan ölkələrin hamısında. Bütün dünyanın ən inkişaf etmiş ölkələrdə də kölgə iqtisadiyyatı var. Lakin bu iqtisadiyyatın həcmi, ölçüləri baxımından biz demək ki, bu məsələyə yanaşırıq və hökumət bu məsələyə yanaşdı və nəticə itibarilə onun minimallaşdırılması istiqamətində bax bu islahatların həyata keçirilməsini məqsəd uyğun saydı. Məqsəd nə idi? Məqsəd bir kəlmə ilə, əgər bir cümlə ilə, bir neçə cümlə ilə ifadə etsək bu islahatların fəlsəfəsini. Məqsəd vergi ödəyicilərinin yükünü azaldıb, vergi yükünü azaldıb, onu elə bir həddə çatdırmaqdan ibarət idi ki, nəticə itibarilə ödəyicilər özləri məmnuniyyətlə kölgədən çıxıb rəsmi şəkildə fəaliyyət edə bilsinlər və bu nəticələr də demək olar ki, alınır. Gəlin baxaq indi bir qədər
bizim burada vergi məcəlləsində edilmiş demək dəyişikliklərin əsas istiqamətləri nədən ibarət olub? Keçən ilin yanvar ayının birindən etibarən demək tətbiq edilən vergi islahatı. Sahibkarlığın inkişafının dəstəklənməsi, təbii ki, birinci növbədə sahibkarlığın inkişafının dəstəklənməsi, kölgə iqtisadiyyatının azalması və iqtisadiyyatın şəffaflaşdırılması, bax, dediyimiz kimi, haqqında danışdığımız kimi, əsas istiqamətlərdən biri bu olub. Vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsi. Demək, sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində atılan addımlar kifayət qədər ciddi addımlardır. Sadələşmiş verginin dərəcəsi Bakı şəhərində 4%-dən 2%-ə endirilir. Demək, mikro sahibkarlıq subyektlərinin gəlirlərinin, mənfəətinin 75% vergidən azad edildi. İnzibati şikayət verən zaman vergi ödəyicisinin bank hesabından əvvəllər demək, ədəbiyyat depozit hesabından vəsaitlərin silinməsi baş verirdi. Lakin indi bu əvəz olundu silgi ilə yox, həmin vəsaitlərin dondurulması ilə. Vergi demək, orqanının elektron qaydada təqdim edilən məlumatlara görə maliyyə sanksiyalarının 50%-dən 25%-ə demək salınması. Və ilaxıra, demək, bu sahibkarlığın inkişafının dəstəklənməsi ilə bağlı burada çox məqamlar var. Dediyim kimi, üst-üstə əgər 2019-cu ilin yanvar ayının birindən tətbiq edilən vergi islahatlarını sadalasaq, bu hardasa 300-ə qədər vergi məcəlləsində demək, dəyişikliyi əhatə edən bir islahatdır. Təbii ki, məqsəd nədən ibarətdir? Məqsəd dediyimiz kimi, kölgədə olan iqtisadiyyatı legallaşdırmaq və elə bir şərait yaratmaq ki, iş adamları, sahibkarlar qeyri-legal fəaliyyətdən legal fəaliyyətə daha üstünlük versinlər və məmnuniyyətlə, legal fəaliyyətlə öz işlərini qursunlar. Və praktik olaraq bu da demək olar ki, baş verdi. Bu da baş verdi. Bax, bu sırada biz indi təbii ki, mən nəticələr haqqında danışacağım. Əldə olunan nəticələr haqqında sizə məlumat verəcəm ki, 2019-cu ilin yekunları ilə bax, bu islahatlar hesabına hansı nəticələr əldə edilib. Amma bir öncə bir qədər demək, kölgə iqtisadiyyatının azalması və iqtisadiyyatın şəffaflaşdırılması, özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə verginin əhəmiyyətli dərəcədə azaldılması. Yəni, biz buna gələcəyik, nə deməkdir bu? Biz burada neft sektorunda xüsusilə çalışan müəssisələrin vergi yükünün əsaslı şəkildə azaldılmasına gedildi bu islahatlarla. Əmək müqaviləsi bağlamadan işçilərlə işə cəlb olunmasına görə demək, işə götürülənə tətbiq olunan maliyyə sanksiyalarının artırılması, yəni ki, burada artıq eyni zamanda işə götürənlərin məsuliyyətini artırmaq nöqteyi nəzərindən onların demək, əgər işə götürərkən bu işə götürülən tərəflərinlə müqavilə bağlamadan onların fəaliyyətinə rəvac verilməsi təbii ki, ciddi şəkildə sanksiyalarla demək, təqib olunmağa başladı. Demək, birinci dəfə yol verilərsə, əgər bu hal 2000 manata qədər, ikinci dəfə 4000 manata qədər, 3 və ya daha çox halda yol verilərsə, yəni əmək müqaviləsi olmadan işini işə cəlb etmək, o 6000 manata qədər məbləğində gəlmələrini demək. Malların sənədsiz demək, eqaimə olmadan demək, satılmasına görə satıcılara sanksiyalarını tətbiq edir. Təbii ki, bir tərəfdən hökumət vergi yükünü azaldır və hər bir sahibkarın iş adamının normal fəaliyyəti üçün meydanı daha əlçatan, yəni daha münbit edir. Və digər tərəfdən təbii ki, belə bir münbit meydanın ortada olduğu bir şəraitdə kimsə qanundan kənar, qaydalardan kənar fəaliyyət eləmək istəyirsə, onlara qarşı demək, cəza sanksiyalarını sərtləşdirir. Bu da çox təbii və normal bir haldır. Ümumiyyətlə, bir kəlmə burada bir haşiyə çıxım deyim ki, dünyanın inkişaf etmiş ölkələrində vergidən yayınmağa görə, vergidən demək, gizlənməyə görə çox ciddi sanksiyalar var, çox böyük sanksiyalar var. Məsələn, bu islahatlara qədər bizim ölkədə mövcud olmuş sanksiyaları heç deyək ki, inkişaf etmiş ölkələrdə mövcud olan analoji sanksiyalarla heç məbləğ etibarilə müqayisə etmək mümkün deyil. Yəni bizdə o qədər kiçik sanksiyalar vardır. Bu təbii ki, belə bir sanksiyaların da
effektiv, səmərəsi kifayət qədər deyildi. Ona görə də dövlət bax bir tərəfdən dediyimiz kimi iş adamına, sahibkara şəraiti tam münbit bir formaya gətirdi, saldı. Bu islahatlarla digər tərəfdən də təbii ki, qaydaları pozmaq, qanunu pozmaq üzərində cəzaları sərtləşdirildi. Demək, vergi məcəlləsinin 58-7-ci maddəsinin tələblərinin pozulmasına görə, vergi qanun verginin pozulmasına görə nəzərdə tutulan demək sanksiyalardan söhbət edilir. Birinci dəfə 1000 manat, ikinci dəfə 3000 manat, demək, üçüncü və daha çox dəfə 6000 manat cərimələr və digər, demək, burada cəza tədbirləri və cərimələr var. Və bütün bunlar hamısı nəticə etibarilə dediyimiz kimi daha münbit bir şəraitdə fəaliyyət göstərmək və qanunlara əməl edərək öz fəaliyyətini qurmağı təmin etmək məqsədi ilə nəzərdə tutulur. Əmək bazarının leqallaşdırılması və qeyri-rəsmi məşğulluğunun aradan qaldırılması. Heç bir bənzəri olmayan bir islahatlar bu sahədə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işə götürənlərlə əmək müqaviləsi bağlanması, fiziki şəxslərin əmək haqqına vergi yükü əhəmiyyətli dərəcədə azaldı. Baxın, mövcud olan yanvar ayının 1-i 2019-cu il tarixə qədər mövcud olan dərəcələrlə hardasa 14% əmək haqqından vergi tutulurdusa, dəyişikliklərdən sonra bu 7000 manata qədər olan məbləğ üçün 0%-ə yendirildi. Və demək, məcburi dövlət gəlir vergisi təbii ki, məcburi dövlət sosial sığorta üzrə demək, praktik olaraq bu təbii ki, işçi üzrə bir qədər artdı və bunun artması işçinin özünün nəfinə, özünün xeyrinədir. Çünki bu ayırmalar gələcəkdə həmən işçinin pensiya təminatını təşkil edəcək və ona görə də bu ayırmaların həcminin artması işçinin xeyrinədir. İşsizlikdən sığorta demək 0,5% ilə qaldı. Burada 2000 manatla bir müqayisə verilibdir. İşçi üzrə cəmi tutulma birinci halda, yəni 19-cu ilin 1 yanvarına qədər bütövlükdə 325 manat təşkil edirdisə, 325 manat 78 qəpik təşkil edirdisə 2000 manatdan artıq yanvar ayının birindən bu 196 manata yendirildi. Demək, işçiyə çatan əmək haqqı da belə bir şəraitdə 2000 manatdan təbii ki, işçiyə çatan əmək haqqı da 2000 manat əmək haqqından 1674 manat 22 qəpikdən 1804 manata çatdı. Yəni 129 manat 78 qəpik artdı. Bax, bu islahatın mahiyyəti bir nümunədə, bir misalda verilir burada. 2000 manat məbləğindəki misalda verilir. Bax, bütün bunların hamısının məqsədi nədən ibarətdir ki, iş adamları, sahibkarlar legal fəaliyyətə üz tutsunlar, legal fəaliyyət eləsinlər. Yəni, işçiləri işlədib onlara vergi verməmək üçün, onları vergidən gizlətməklə hansısa bir deyək ki, xərcləri çəkməmək kimi düşüncədən biraz uzaq olsunlar. Ona görə dövlət bax bu addımları atır. Və təbii ki, bütün bunlar hamısı nəticə etibarilə demək, bu bir adımda deyim, bir adımda vergi bazasının genişləndirilməsi demək. Burada demək ki, nədir məqsəd? Biz vergilərin həcmini azaldırıq. Bu islahatların demək, əsas qayələrindən biri. Vergilərin həcmini azaldırıq və bu zaman ödəyicilərin sayı çoxalır. O ödəyicilərin sayının çoxalması nəticə etibarilə baxmayaraq ki, fiziki olaraq biz vergilərin həcmini azaltdıq qeyri-neft sektorunda əmək haqqından tutulan vergilərin, amma ödəyicilərin sayının artması hesabına biz büdcəyə daha çox vəsaitlərin təmin edilməsini, yığılmasını təmin edə bildik. Bax, budur, əsas mahiyyət bundan ibarət. İndi gəlin baxaq, bir kəlmə burada demək, nəticələrə bir kəlmə baxaq. Deməli, birinci halda 2019-cu ilin yekunlarında
gəlməklə nəzər salaq, yəni bir neçə misallarla nəzər salaq. Deməli, kölgə iqtisadiyyatının həcmi 19-cu ildə vergi daxil olmaları ilk dəfə olaraq 19-cu ildə, yəni bu islahatları 19-cu ilin yekunlarından söhbət edilir. Tarixi maksimum 1 milyard 672 milyon 72,6 milyon manata çatdı. Son 2 ildə bu dövlət büdcəsinə demək artıq ödəmələr 721,4 milyon manat həcmində azaldıldı. Yəni bilirsiniz, bundan öncəki vergi xidmətində, Vergilər Nazirliyində belə bir xoşagəlməz bir praktika var idi. Belə deyək, proqnozları yerinə yetirmək üçün vergi ödəyicilərini məcbur edirdilər ki, növbəti dövrlərin hesabına vergi ödəsinlər. Məsələn, deyək ki, vergi ödəyici ötən hesabat dövrü üçün vergisini ödəyibsə, ondan nəinki növbəti dövrün, deyək ki, rübün hesabına vergi ödəmək xahiş olunurdu ya tələb olunurdu daha çox qanunsuz. Hətta növbəti illərin hesabına vergi ödətdirilirdi bu iş adamlarının sahiblərine. Təbii ki, belə bir vəziyyət onların imkanlarını daraldırdı, onların fəaliyyətini çox acınacaqlı bir vəziyyətə gətirib çıxardırdı. Təbii bu 2 il bundan öncəyə qədər belə artıq ödəmələr belə deyilir ki, bu adı da artıq ödəmələrdir. 721 milyon manata qədər bu artıq ödəmələr azaldı. Və buna baxmayaraq 721 milyon manata qədər artıq ödəmələrin azalmasına, bu islahatlar nəticəsində gedilməsinə baxmayaraq 2019-cu ilin yekunları ilə proqnozlar, qeyri-neft sektorundan vergi daxil olmalı üzrə proqnozlar 109,1% yerinə getirildi. Yəni bu doğrudan da bir tarixi bir göstərici idi. Həm əvvəlcə ödənilmiş, artıq ödənilmiş vergilərin demək minimuma yendirilməsi, onların hardasa dediyimiz kimi 721 milyon manat azaldılması və bu fonda da ümumi vergi daxil olmalarının 9,1% artırılması, yəni 458,3 milyon manat əlavə vəsaitin yığılması bu olduqca gözəl bir demək göstərici idi və doğrudan da bu islahatların mahiyyətini bir daha onların düzgün çəkildiyini, onların düzgün aparıldığını, düzgün müəyyən edildiyini bir daha ortaya qoyur. Və demək qeyri-neft sektorundan 19-cu ildə dediyimiz kimi 5,4 milyard, 5 milyard 432 milyon manat əlavə vəsait yığıldı ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, yəni ötən illə müqayisədə, 2018-ci illə müqayisədə 9,1% artım demək və yaxud da 458,3 milyon manat artım demək. Mən müqayisə üçün dinləyicilərimizə, konferans iştirakçılarına bir rəqəm səsləndirim ki, bu 458 milyon manat nə deməkdir? Azərbaycanda mövcud olan 64 rayonun illik büdcəsi, yerli büdcəsi, rayon büdcəsinin xərcləri 830 milyon, Bakı şəhəri daxil olaraq 830 milyonu keçmir. Yəni bu hardasa 500 milyon manata qədər, 458 milyon manat vəsait bu qədər rayonun büdcəsinin, illik büdcəsinin xərcinin yarısından çoxdur. Bu baxımdan bu rəqəm kifayət qədər ciddi bir rəqəmdir, böyük rəqəmdir. Yəni bunu müqayisə üçün dedim ki, bizə daha əyan olsun. Demək, bu sektordan daxil olmaların həcmini cəmi vergi daxil olmalarına xüsusi 70,8% təşkil edir. Deməli, özəl sektorun qeyri-neft sektoru üzrə vergi daxil olmalarının xüsusi 76,4% olur. Deməli, qeyri-neft sektorundan daxil olmalar əlavə dəyər vergisi üzrə 16,4%, aksiz vergilər üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 13,6%. Baxın, bu vergilər büdcənin gəlirlərini formalaşdıran əsas vergilərdir. Qeyri-neft sektorundan əlavə dəyər vergisinin 16,4% bir ildə artması və nəzərə alın ki, bütün bu artımlar o şəraitdə baş veribdir ki, həm də yuxarıda dediyimiz kimi büdcədən 721 milyon manat əlavə ödənişlər demək azaldılıbdır. Əlavə dəyər vergisi üzrə 16,4%, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə
12-16% demək, artımın əldə olunması məhz bu islahatların nəticəsində baş verir. Regionlar üzrə daxil olmalar 2011-ci ilin yekunlarına görə 11,9% artaraq 795,4 milyon manat olub. Bu da çox olduqca yaxşı göstəricidir. Bütövlükdə bax bu artımlar nəticə etibarilə vergi islahatlarının çox demək, düşünülmüş və düzgün və eyni zamanda qoyulan hədəflərə demək, çatmaq üçün ən doğru yol olduğunu bir daha göstərir. İndi biz gəlin də bu ilin yanvar ayının birindən, yəni 2020-ci ilin yanvar ayının birindən edilən, aparılan islahatların bir əsas istiqamətlərinə baxaq. Çünki bu da olduqca önəmli bir islahatlardır. Yenə də 2019-cu ilin yanvar ayının birindən başlanan islahatların davamıdır. Vergi məcəlləsində dəyişikliklər demək, bu Vergilər Nazirliyinin tərtib elədiyi bir sənəddir. Mən birbaşa sənəddən sizə bunları demək, göstərirəm. Əsas istiqamətlər demək, 7 əsas istiqamət üzrə mühüm dəyişikliklər baş veribdir. Burada məqsəd nədir? Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf demək, fiskal mühitin təmin edilməsi. Bilirsiniz, rəqabətin təmin edilməsi, rəqabət mühitinin bazar iqtisadiyyat şəraitində olması olduqca önəmli bir məsələdir. Rəqabət olmayan bir yerdə təbii ki, inkişaf mümkün deyil və ona görə də bax, burada bu ədalətli rəqabətin seçilməsi və onun birinci sırada dayanması olduqca mühüm məsələdir. Vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə vergi yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitmə bazasının genişləndirilməsi, beynəlxalq məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi. Bax, 7 istiqamət üzrə bu islahatlar cari ildə aparılır və mən indi bəzi nəticələri sizə nümayiş etdirəcəm. Artıq siz bilirsiniz, cari ilin birinci yarısının yekunları müzakirə edilibdir və bu müzakirə nəticəsində bəlli oldu ki, biz demək, vergi islahatları ilə demək, 2020-ci ilin ötürü ərzində, yəni birinci yarısı ərzində kifayət qədər yaxşı nəticələr əldə edilir. Bilirsiniz, indi koronavirus pandemiyası şəraitində dünya iqtisadiyyatında böyük bir resessiya gedir, proses gedir, yəni azalma prosesləri gedir. İqtisadiyyatın bütün qanatlarında enişlər qeydə alınır, maliyyə bazarlarında ciddi demək, enmələr var və bir sözlə itkilər trilyonlarla dollarlarla ölçülür dünya iqtisadiyyatı. Belə bir şəraitdə təbii ki, Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır. Nə qədər balaca olsa da biz də bu dünya iqtisadiyyatının bir parçasıyıq. Yəni ona inteqrasiya edilmiş bir şəraitdə fəaliyyət göstərdik. Bu proseslərin bizdən yan keçməsi heç mümkün deyildi və belə bir şəraitdə Azərbaycan iqtisadiyyatında da müəyyən qədər azalmalar baş verdi. Təbii ki, hökumət sahibkarlığın qorunması və onun post-pandemiya dövrünə hazırlanması istiqamətində addımlar atdı və öz büdcəsindən müəyyən vəsaitlərin ayrılmasına getdi. Baxmayaraq ki, bu şəraitdə təbii ki, iqtisadiyyatın fəaliyyətinin daralması, onun kiçilməsi, onun inkişafında müəyyən problemlərin ortaya çıxması nəticə etibarilə büdcəyə daxil olan vəsaitlərin həcminə çox mənfi təsir edə bildi və təbii ki, büdcə çox ciddi itkilərlə üz-üzə qaldı. Buna baxmayaraq dövlət həm vətəndaşlarının pandemiya şəraitində sosial təminatını həyata keçirməli, eyni zamanda müəssisələrin, biznesin itkilərini qarşılamaq üçün müəyyən xərclərə getdi və
xərclər bu gün də çəkilir, davam edir. Yəni proses hələ pandemiya bitmir, hər kəs bilir bunu. Təbii ki, Azərbaycan iqtisadiyyatının itkiləri də var və eyni zamanda büdcənin də itkiləri var. Amma buna baxmayaraq bizim 2019-cu ilin yanvar ayının 1-dən başladığımız və 2020-ci ilin yanvar ayından daha da gücləndirilmiş bir şəraitdə aparmağa üz tutduğumuz vergi islahatları öz nəticələrini verir. Bax, mən bu nəticələri sözlə yox, yəni ümumi sözlə yox, konkret rəqəmlərlə xarakterizə etmək istəyirəm sizin üçün. Gəlin baxaq. Demək, ötən ilin 5 ayına nisbətən demək, elektron qaymə ilə rəsmiləşən dövriyyələr 6,8%, 7%-ə qədər artıb. Buna baxın, rəqəmlərin müqayisəsinə gəlin bir daha diqqət edək. Demək, ötən dövr ərzində qeyri-neft ümumdaxili məhsulu pandemiya səbəbindən 2,1% azalıb. Buna baxmayaraq, elektron qaymə ilə rəsmiləşən dövriyyə qeyri-neft sektorunda 6,8% artıb. Bu nə deməkdir? Bu deməkdir ki, bizim islahatlar iqtisadiyyatda ümumi azalmaların baş verməsi, iqtisadiyyatın qeyri-neft sektorunda azalmaların baş verdiyi bir təbqirdə, yəni bir dövrdə də, bir zamanda da davam edir və nəticə itibarilə əgər biz ötən ilin 5 ayı ilə müqayisədə elektron qaymə ilə rəsmiləşən dövriyyələrin 6,8% artımına nail olmuşuqsa, bu göstərici, yəni 7%-ə qədər bir artım əldə edilməsi o deməkdir ki, biz bu sahədəki islahatları davam etdiririk. Başqa, məsələn, qeyri-neft sektorunun elektron qaymə ilə rəsmiləşən dövriyyələrinin həcmi artım templəri sahələr üzrə, ayrı-ayrı sahələr üzrə də xarakteriz edə bilər. Məsələn, sənayedə bu artım 3,2%, ticarətdə 6%, o cümlədən pərakəndə ticarətdə 15,3% təşkil edilibdir. Ötən, demək, bu ilin ötən dövrü, keçən ilin ötən dövrü ilə, eyni dövrü ilə, yəni analoji dövrü ilə müqayisədə. Bu çox ciddi rəqəmlərdir. Məsələn, pərakəndə ticarətdə 15,3% demək, elektron qaymə ilə rəsmiləşən dövriyyələrin artması bu deməkdir ki, doğrudan da bu islahatlar yaxşı nəticələr verməyə köklənibdir. Halbuki bütövlükdə pərakəndə ticarətdə dövriyyə 1,7% azalıb. Yəni, ümumi dövriyyənin 1,7% azalmasına baxmayaraq, pərakəndə ticarətdə demək, elektron qaymə ilə rəsmiləşən dövriyyə 15,3% artıb. Bu çox yaxşı göstərilir. Demək, ictimai yağışədə bu rəqəm ümumiyyətlə daha yüksəlib, 40%-ə yaxınlaşır, 36,8% demək, azalmaya baxmayaraq, üzr istəyirəm, ictimai yağışədə 36,8% ümumi azalmaya baxmayaraq, bilirsiniz, pandemiya səbəbindən bu müəssisələrin fəaliyyətində müəyyən demək, durğunluq var və bəzi müəssisə çalışmasına demək, icazələr müəyyən bir dövrdə verildi, müəyyən dövrdə qadağalar qoyuldu. Demək, bu səbəbdən ictimai yaşada böyük azalmalar baş verdi. Yəni, hardasa bir 36,8%, yəni hardasa 40%-ə yaxın azalmalar baş verdi. Buna baxmayaraq, ictimai yaşanın özündə elektron qaymələrlə demək, rəsmiləşən dövriyyənin həcmi 5,3% artıb. Baxın, bir tərəfdən 40%-ə qədər ümumi dövriyyənin azalması, yəni ictimai yaşada xidmətlərin həcminin 40%-ə qədər azalmasına baxmayaraq, demək, rəsmiləşən elektron qaymə ilə rəsmiləşən dövriyyə bu sektorda 5,2% artıbdır. Bu da yaxşı göstərilir. İkinci sektorunda ümumilikdə 2,9% artım dövriyyələri rəsmiləşməsində, demək, halbuki demək, 2,9% bu ikinci sektorunda elektron qaymələrlə rəsmiləşənlərin həcmi artıb. Baxmayaraq ki, ikinci sektorunda ümumi keçən illə müqayisədə, keçən illə eyni dövr ilə müqayisədə 14,1% azalma baş verir. Bütün bunlar hamısı o deməkdir ki, bizdə islahatlar vergi sektorunda davam edir və bu sahədə pandemiya dövründə də yaxşı nəticələr əldə olunur və bu o deməkdir ki, biz post-pandemiya dövrünə daha yaxşı bu şəraitin özündə, bu durumun özündə də daha ciddi şəkildə hazırlıqlar keçirik və post-pandemiya dövründə bizim islahatlar daha sürətli davam edir. Başqa bir göstərici barəsində danışmaq istəyirəm. Mərkəzi Bankın məlumatına əsasən
deməli, 1 iyun tarixinə, bu ilin demək 1 iyun tarixinə deməli 5 ayın hesabatıdır bu. 5 ayın hesabatıdır. Banklardan manatla cari hesablaşma hesabında qalığı olan ötən ilin 1 iyul tarixi ilə müqayisədə demək ki, hesablaşma hesablarında olan pul qalığı, müəssisələrin pul qalığı 30.2% artır. Bu da bankdan keçən dövriyyənin artımı demək. Artımının ağarmasını təsdiq edir. Yəni, onun legallaşmasını təsdiq edən mühüm bir göstəricidir. Yəni, müəssisə öz pul resurslarını bank hesabları vasitəsilə hərəkət etdirirsə, deməkdir ki, o uçota düşməyən, hesabata düşməyən, qeyri-legal şəkildə dövr edən pul vəsaitləri artıq legal olaraq bank hesabları vasitəsilə həyata keçirilir. Bax, bütövlükdə aparılan saatların fəlsəfəsi bundan ibarətdir. Hesab edirəm ki, biz post-pandemiya dövründə daha yaxşı nəticələrin əldə olunması və iqtisadiyyatın legallaşdırılması, onun daha legal fəaliyyətə demək, qayıtması istiqamətində daha yaxşı nəticələr əldə edəcəyik. Bilirsiniz, bütövlükdə bunlar nə deməkdir? Yəni, bütövlükdə iqtisadiyyatın bu şəkildə legallaşdırılması. Siz bilirsiniz, Azərbaycan dövləti sosial bir dövlətdir. Büdcənin bütün xərclərinin hardasa 40%-ə qədəri sosial xarakterli xərclərdir. Bu, olduqca ciddi bir rəqəmdir. Bu sosial xarakterli xərcləri qarşılamaq, onları ödəmək, onların vaxtında insanlarımıza çatdırılmasını təmin etmək təbii ki, dövlətin bir sayılı vəzifəsidir və bu vəzifəni reallaşdırmaq üçün dövlət öz xəzinəsinə kifayət qədər vəsaitlərin toplanmasını təmin edir. Və təbii ki, bu yolda da əsas məsələlərdən biri ölkənin vergi sistemində aparılan islahatlardır ki, bu islahatlar da nəticə etibarilə dediyimiz kimi, bu islahatlar son illər ərzində həmişə aparılıbdır, amma 2019-cu ilin yanvar ayının birindən və bugünə qədər aparılan islahatlar isə bu sistemdə vergi ödəyiciləri ilə vergi xidməti arasında münasibətlərin şəffaflaşdırılması, demək, bu inzibatçılıq olsa da belə, təbii ki, idarəçilikdə, vergi idarəçiliyində inzibatçılıq olmalıdır, amma qarşılıqlı anlaşma şəraitində ödəyicilərlə vergi xidməti arasında başa düşülən bir mühitin yaranması bütövlükdə, bax, o dediyimiz müsbət nəticələrin əldə olunması gətirib çıxartır. Zamanı ilə biz də qeyri-hökumət təşkilatı olaraq çox bu sahədə yazırdıq, deyirdik, yəni vergi ödəyicinə təzyiq etmək, vergi yükünü artırmaqla təbii ki, büdcənin doldurulması, büdcənin gəlirlərinin təmin edilməsi bu heç də düzgün yol deyil. Ümumiyyətlə, dünyada bəlli təcrübə var və bu təcrübədən çox yaxşı ki, biz artıq başlamışıq bəhrələnməyə. Verginin bir həddi var, iqtisadiyyatda vergi yükü deyilən bir hədd var. O, optimal səviyyə yuxarı çıxanda mütləq vergidən yayınma prosesləri başlayır. Ona görə əvvəldə dediyimiz kimi bu islahatların fəlsəfəsi bundan ibarətdir. Vergi yükü azalsın və bu səbəbdən vergi ödəyiciləri, gizlin fəaliyyət göstərən, kölgədə fəaliyyət göstərən vergi ödəyiciləri meydana çıxsınlar, onların sayı artsın və bu sayın artması ilə büdcə daha çox vəsaitlər əldə etməyə demək ki, müvəffəq olacaq. Və belə də oldu. Biz dediyim kimi, demək, il ərzində qaytarılması təmin edilsə də, yəni o vəsaitlərin azaldılması baş versə də, hardasa yarım milyard vəsaitə qədər
yarım milyarda qədər əlavə vəsaitin toplanması mümkün oldu. Əgər bu iki rəqəm bir araya gətirsə, burada ortada hardasa 1 milyard, hardasa 300 milyon civarında, ətrafında əlavə vəsaitin toplanması demək başlayır. Buna görə bu islahatların bax mahiyyəti nəticə etibarilə, yəni o qoyulan hədəflərin çatılmasına imkan yarattı. Bax budur, bütövlükdə vergi islahatlarının fəlsəfəsi, mahiyyəti bundan ibarətdir. Və hesab edirəm ki, növbəti illərdə biz bu islahatları postpandemiya dövründə daha ciddi şəkildə davam etdirməliyik. Yəni, arxayınlaşmaq olmaz. Demək olmaz ki, biz müəyyən addımlar atdıq və artıq bütün iqtisadiyyatın kölgədə fəaliyyət göstərən hissəsinin hamısını legallaşdırmışıq. Xeyr, bu əsla belə deyil. Baxın, dövlət bütün səviyyədə olan müəssisələrin, qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin praktik olaraq vergi güzəştlərini maksimum şəkildə təmin etdi. Və təbii ki, bu güzəştlər olan bir şəraitdə iqtisadiyyatın real sektoru, qeyri-neft sektoru daha sürətlə inkişaf etməlidir. Ümumiyyətlə, bizim iqtisadiyyatımız neftlə bağlı bir iqtisadiyyatdır. Bu da tarixən belə formalaşıbdır. Və bizim bugün hədəflərimizdən ən böyüyü, ən birincisi iqtisadiyyatın real sektorunu dediyimiz kimi tam şəffaflaşdırmaq və qeyri demək, neft sektorunda gizlin fəaliyyət göstərən o bazanı üzə çıxartmaq və təbii ki, o baza üzə çıxarsa, legal fəaliyyətə keçərsə, burada onun dövlət dəstəyi almaq şansları da böyüyor. Dövlət dəstəyi bilirsiniz, bizdə bugün bütün səviyyələrdən həm vergi islahatları ilə, vergi güzəştləri, vergi yükünü azaltmaq yolu ilə və eyni zamanda müxtəlif kanallar vasitəsilə güzəştli kreditlərin verilməsi ilə demək, aparılır. Və bu güzəştlərdən, bu imkanlardan, bu demək, köməklərdən bəhrələnmək şansları yaranır. Bütövlükdə bizim iqtisadiyyatın dediyimiz kimi neftdən asılılığı böyükdür və bugün apardığımız islahatların fəlsəfəsi, mahiyyəti ondan ibarətdir ki, biz nəticə etibarilə ölkə iqtisadiyyatının neftdən asılılığını hardasa optimallaşdıraq və dünya bazarında neftin qiymətlərinin necə dəyişməsindən, artmasından, azalmasından asılı olmayaraq stabil bir iqtisadi baza formalaşdıraq. Bu olduqca önəmli bir məsələdir. Biz bugün qeyri-neft sektorundan ixracımızı stimullaşdırmaq, onun həcmini artırmaq istiqamətində çox ciddi işlər görməyi hədəfləmişik. Təəssüflər olsun ki, bu pandemiyanın ortaya çıxması müəyyən qədər işlərimizdə əngəlləri yaratdı. Ancaq bugün hökumət bütün tədbirləri görür, bütün addımları atır. Siz bilirsiniz, vergi ödəyiciləri üçün də bu pandemiya dövründə çox ciddi güzəştlər nəzərdə tutuldu. Vergi kanikulları, yəni vergi tətilləri verildi, bəzi vergilərin həcmi azaldıldı və bir çox demək, addımlar atıldı ki, vergi ödəyiciləri bu vəziyyətdə normal yaşayıb postpandemiya dövrünə qədər minimal bir səviyyədə fəaliyyət edə bilsinlər. Çünki bu olduqca önəmlidir. Əgər bunlar edilməsəydi, təbii ki, bu məsələlərin əksəriyyəti bağlanmalı və nə vaxtsa postpandemiya dövrü başlayacaqsa, o dövrdə yenidən demək, sıfırdan başlayıb öz fəaliyyətlərini qurmalıyıq. Bu olduqca çətin bir məsələdir. Yəni, bağlanmış bir müəssisənin sıfırdan fəaliyyət etməsi, onun sıfırdan fəaliyyətinin yenidən qurulması həm zaman baxımından, həm maddi baxımından olduqca çətindir. Amma fəaliyyət edən müəssisənin fəaliyyətinin müəyyən bir şəkildə məhdudlaşdırılması, yəni təbii ki, şəraitə uyğun olaraq məhdudlaşdırılması, lakin onun fəaliyyətinin tamamilə dayandırılmaması olduqca vacib bir şərtdir və hökumət bunun fərqində oldu və buna çox ciddi önəm verdi. Bu baxımdan da baxmayaraq ki, pandemiya dövründə iqtisadiyyat çalışmır və deməli, büdcət bəyə qədər vəsaitini almır. Buna baxmayaraq, demək, dövlət özəl sektorun bu şəraitdə itkilərini müəyyən bir şəkildə, müəyyən bir formada
qarşılamağı hədəflədi və bu proses baş verdi. Bütövlükdə bu apardığımız islahatların fəlsəfəsi dediyimiz kimi budur, vergi sistemində islahatlar və elektron demək ki, qaydalar vasitəsilə əməliyyatların aparılması, dövriyyələrin aparılması bu həm müəssisələr üçün bir uyğun bir formatdır, həm dövlət üçün, vergi sektoru üçün uyğun bir formatdır və bütün bunların hamısı nəticə etibarilə həm qarşı tərəfin fəaliyyətinin səmərəliliyini artırmaq və eyni zamanda təbii ki, dövlət büdcəsinə nəzərdə tutulan, çata biləcək, çatacaq vəsaitləri təmin etməyə hədəfləyir. Bax, belə ki, bu qədər əsasən bizim fikirlərimiz bu mövzumuz ətrafında. Əgər kiminsə sualları olsa, mən o sualları da cavablandırmağa hazıram və hesab edirəm ki, biz hələ bir neçə belə tədbirlər keçirəcəyik proqram çərçivəsində, bizim layihə çərçivəsində və Respublikanın mətbuatında günlərdə çıxışlarımız gözlənilir bununla bağlı və bütövlükdə məqsədimiz bu layihəni yerinə yetirməklə təkliflər paketini işləyib hazırlamaq və dediyimiz kimi vergi islahatlarının daha da dərinləşdirilməsi və demək, sahibkarlıq subyektlərində elektron ödəniş sistemlərinin daha yaxşı qurulması və daha yaxşı demək, onun aparılması üçün demək, təkliflər işləyib, paketini işləyib hazırlayırıq və bu təklifləri təbii ki, biz layihəmiz çərçivəsində təqdim edəcəyik. Bax, bütövlükdə deyəcəyim, söyləyəcəyim fikirlər bu qədər vergi islahatları ilə bağlı. Bu islahatlar dediyim kimi bundan sonraki dönəmdə də davam edəcəkdir və biz gözləyirik ki, gələn qarşıdan gələcək postpandemiya dönəmində bu islahatlar Azərbaycan iqtisadiyyatının inkişafına, onun bölgədə olan hissəsinin legal fəaliyyətə tam şəkildə keçməsinə geniş bir meydan açsın və açacaq da. Çünki artıq göstəriciləri mən sizə dedim 2019-cu ilin nəticələri ilə biz kifayət qədər böyük demək, göstəricilər əldə edə bilmişik. 2020-ci il bu pandemiya dönəmində 6 ay nəticələrini mən diqqətinizə çatdırdım ki, biz bütün iqtisadiyyatda ümumi azalmalara, geriləmələrə baxmayaraq o islahatların ab-havası hələ də davam edir və islahatlar dayanmayıbdır və nəticə etibarilə elektron qaydada qaymələrlə dövriyyələrin həcmi bütün sahələrdə, hətta bəzi sahələrdə 15%-ə qədər arta bilibdir. Bu deməkdir ki, bütövlükdə qoyulan hədəflər reallaşdırılır və postpandemiya dövründə daha ciddi demək, hədəflər müəyyən olunacaqdır və onların da reallaşdırılması istədiyimiz nəticələrə sonunda gəlib çatmağa bizə imkan verəcək. Bu qədər. Kiminsə sualı varsa, buyurun. Ali müəllim, siz layihənin iştirakçısınız. Sizin nəsə bir sözünüz varsa, buyurun. Salam Fikrət müəllim. Mən sualım odur ki, bu pandemiya vaxtı elektron xidmətlərə istifadə ilə bağlı, bu elektron xidmətlərə keçidin əhəmiyyəti haqqında, yəni iştirakçılara məlumat verdiniz. Biz eyni zamanda elektron xidmətlərə tam keçidin başa çatması üçün hansı işlər görülməlidir? Yəni həm sahibkarlar tərəfindən, həm dövlət tərəfindən ki, bu tip hallarda istehsal və digər ümumiyyətlə biznes fəaliyyəti dayanmasın. Yəni hansı təklifləri verə bilərsiniz? Bax, bu elektron təbii ki, bu sahədə işlər gedir, ancaq istərdik ki, məsələn, elə bir şərait yetişsin ki,
bilirsiniz, bizdə elektron hökumət portalı var və bir çox işlərin bu elektron formata keçirilməsi istiqamətində çox ciddi işlər görülür. Baxın, bir var, hansısa bir əməliyyatı həyata keçirmək üçün harasa gedəsən, hardasa dayanasan, kimisə qapısını döyəsən və yaxud orada gözləyəsən və bu əməliyyatı həyata keçirəsən. Bir də var ki, iş yerində, iş şəraitində, hətta ev şəraitində oturmaqla bizim çoxlarımız fəaliyyət edən çoxların əksəriyyəti onlayn rejimdə işləyir. Mən bildiyim qədər fəaliyyət edənlərin çoxu, tanıdığım adamların çoxu bu günləri onlayn rejimdə işləyir. Ümumiyyətlə bilirsiniz, dünyanın aparıcı şirkətlərinin, Google kimi şirkətlərin artıq bu pandemiya dövründə apardığı müşahidələr, nəticələri rəsmi şəkildə bəyan olunur ki, iş yerində çalışmaqdan daha çox onlayn rejimdə demək, insanın yaşadığı yerdən çalışmaq daha faydalıdır. Yəni, baxın, biz oturduğumuz yerdən, yəni yaşadığımız yerdən onlayn rejimdə fəaliyyət ediriksə, demək, vaxta qənaət edirik, iş yerinə getməyə yol itkisini aradan qaldırırdı. Hələ mən orada xərcləri demirəm, yol xərci və ilə və s. Zaman itkisini aradan qaldırırıq, xərclərə minimum, demək, maksimum qənaət edirik. Yəni, işə getməklə bağlı xərclərə qənaət etmiş oluruq. Və digər, burada çox məqamları sadalamaq olar və eyni zamanda bir rahatlıq təmin edirik, həm özümüz üçün, həm qarşı tərəf üçün rahatlıq təmin edirik. Və başqa bir misal, əgər siz evdən çalışırsınızsa, lazımdırsa o çalışmanı istədiyiniz vaxtda apara bilərsiniz. Bilirsiniz, bizdə biraz psixoloji olaraq zaman-zaman belə bir fikir formalaşıb ki, çalışmaq o deməkdir ki, yəni hansısa bir işdə çalışmaq, hansısa bir müəssisədə fəaliyyət eləmək o deməkdir ki, gəldin işə, səhər saat 9-dan axşam saat 6-ya qədər mütləq işdə olmalısan və bir 5 dəqiqədə arasa çıxanda və ya da harasa bir iştirakçı gedəndə bunu bir qəbahət, bunu bir nöqsan kimi sənin ayağına yazırlar. Amma əslində belə olmamalıdır. Əslində sənə işçi kimi bir vəzifələr verilibdir, gündəlik tapşırığın var, o tapşırığı istədiyin vaxtda yerinə yetirib, amma vaxtında onu təqdim eləməlisən. Bax, bu formatda, bu rejimdə çalışmaq üçün ən yaxşı nümunələrdən biri onlayn rejimdə işləməkdir. Onlayn rejimdə təbii ki, belə bir rejimdə fəaliyyət eləmək, bütün fəaliyyətin qurulması, mən hesab edirəm ki, gələcəkdə biz elə eləməliyik ki, iş adamları, sahibkarlar bir yerdə oturmaqla bütün əməliyyatlarını həyata keçirə bilsinlər. Həm hesabatlarını tam şəkildə verə bilsinlər, həm əməliyyatlarını tam şəkildə demək, internet üzərindən apara bilsinlər. Ümumiyyətlə, mən sizə deyim, indi bu post-pandemiya dövrü necə olacaq, necə olmalıdır, ətrafında çox fikirlər yazılır, həm beynəlxalq mətbuatda, həm də ölkə haqqındakı mətbuatda. Amma bir həqiqət var, mən sizə deyim, yəni mənim anladığım bir həqiqəti sizə çatdırıram ki, post-pandemiya dövrünün əsas nəticələrindən biri, yəni gəlinəcək nəticələrdən biri məhz onlayn rejimdə çalışmalar və ümumiyyətlə bütün işlərin onlayn rejimdə, hətta təhsilin belə onlayn rejimdə, çoxunun onlayn rejimdə aparılmasına gətirib çıxardılacaq. Və indi bu gün artıq dünyada deyək ki, internet təminatı üzərində çox ciddi işlər gedir. Bilirsiniz, indi bugünə qədər hələ ki çətinliklər var. Kiminsə interneti sürətlidir, kiminsə interneti zəifdir, kiminsə interneti var, kiminsə interneti yoxdur. Ancaq hesab edirəm ki, yaxın gələcəkdə biz bu problemi yaşamıyoruz. Dünyanın hər yerində, hər nöqtəsində internet olacaq. Və təbii ki, bu da bir hazırlıq dövrüdür post-pandemiya üçün, dönəmi üçün. Və belə bir şəraitdə təbii ki, hər işin onlayn rejimdə aparılması, bütün əməliyyatların elektron şəkildə həyata keçirilməsi baş tutacaqdır və buna indidən hazır olmalıyıq və artıq biz bu əməliyyatların bir çoxunu demək,
elektron şəkildə onlayn rejimdə eləyirik. Elə bizim yəni özünü biz sizlə yerinə yetirdiyimiz layihənin özünü sual. Praktik olaraq hər işini elektron rejimdə eləyirik və demək onlayn rejimdə həyata keçiririk. Biz buna qədər icra elədiyimiz layihələrdə konfranslarımızı canlı şəkildə insanları bir araya gətirməklə, toplamaqla keçirildik. Ancaq bugün biz konfransımızı onlayn rejimdə, yəni hamı eşidir, hər kəs oturubdur, rahat bizi dinləyir. Biz də onları dinləyə bilirik, onların sorunlarını eşidə bilirik. Lazım gəlinə bir-birimizi görə bilirik. Yəni buna vəd etmək lazımdır, buna adət etmək lazımdır, buna öyrənmək lazımdır ki, zaman-zaman biz demək bu fəaliyyəti yeni müştərilər keçməsini təmin edə bilər. Başqa kimin sualı var? Mənim sualım var Fikrət müəllim. Buyurun. Deməli, sualım ondan ibarətdir ki, bu elektron belə deyək, xidmətlərin inkişaf etməsi kölgə iqtisadiyyatının həcminin, yəni iqtisadiyyatda azaldılmasına gətirib çıxardır, bildiyimiz kimi. Bəli. Mən bir şey bilmək istəyirəm ki, bu kölgə iqtisadiyyatının tamamilə aradan qaldırılmasına xidmət edə bilərmi bu elektron xidmətlərin inkişaf etməsi, yoxsa qismən və ya müəyyən bir faiz nisbətində azalmasına gətirib çıxarda bilər? Aydın. Əslində, bax, mən rəqəmləri səsləndirdim, elə bu ilin rəqəmlərini səsləndirdim sizə, baxmayaraq ki, iqtisadiyyatda ümumi azalmalar var, geriləmələr var. Buna baxmayaraq, bu elektron qaymələrlə dövriyyələrin həcmi bütün sahələrdə artmaqdadır. Bu deməkdir ki, artıq bizim islahatlar onu aparır ki, biz daha çox rəsmi fəaliyyətə üst tutaq. Elektron, təbii ki, hesablamalar elektron demək qaydada əməliyyatların elektron formatda həyata keçirilməsi hardasa müəssisələri məcbur edəcəkdir ki, qeyri-legal fəaliyyətdən daşınsınlar. Baxın, təsəvvürünüzə gətirin, hər şey elektron formada həyata keçirilir, deyək. Və belə bir şəraitdə kiminsə qeyri-legal fəaliyyət etməsi nə cür mümkündür? O hansı əməliyyatı həyata keçirə bilər, necə həyata keçirə bilər? Demək, o artıq praktik olaraq aidiyyatı qurumların bilavasitə hədəfinə çevriləcəkdir. Əgər hamı elektron sistem vasitəsilə öz fəaliyyətini qurub aparırsa, kiminsə qeyri bir formada, yəni digər bir formada, əski formada fəaliyyəti həmən dəqiqə diqqəti cəlb edəcək ki, bu nə cür fəaliyyətdir, nə cür fəaliyyət edir bu müəssisə, bu adamı sahibkar, mümkün olmayacaq. Təbii ki, minimuma yeniləcək, amma təcrübə göstərir ki, hətta bu indiki dönəmdə inkişaf etmiş ölkələrdə də belə bu qeyri-legal fəaliyyəti tam aradan qaldırmaq, bölgə iqtisadiyyatını sıfırlamaq mümkün deyil. Yenə də hardasa belə deyək də, obrazdan desək, qoçaqlar tapılacaqdır ki, hardasa çalışacaqlar müəyyən bir şəkildə nəsə etsinlər, hansısa bir formada qeyri-legal fəaliyyət eləsinlər. Amma bu olacaqdır çox minimum bir səviyyədə, Elektron demək, qaydada fəaliyyətin qurulması, hesabatların elektron formada verilməsi, dövriyyələrin elektron şəkildə aparılması, vergilərin elektron şəkildə ödənilməsi. Yəni, bunlar nəticə itibarilə təbii ki, bölgə iqtisadiyyatı minimum həddə enməsinə gətirib çıxardılacaq. Buyurun, başqa kimin sualı var? Yaxşı, əgər görün, burada mesaj hissəsində də burada görün suallarım var. Bir sual var, ikinci sualı cavab verdik. Sağ olun, mən də sizə təşəkkür edirəm verdiyiniz suallara görə.
Bəli, müəllim, biz bütün mən hesab edirəm ki, əhatə etdik vergi islahatlarını, xüsusilə də son 2 il ərzində aparılan vergi islahatları və onların nəticələrini. Eyni zamanda bizim qarşıya qoyduğumuz hədəfləri praktik olaraq konfrans iştirakçılarına çatdırdıq. Hesab edirəm ki, artıq yekunlaşa bilərik. Yəni, əgər konfrans iştirakçılarının əlavə sualları və ya əlavələri yoxdursa, biz konfransımızı hesab edirəm ki, yekunlaşdıra bilərik. Sizin başqa bir sözünüz varmı? Xeyr, Fikrət müəllim, çox sağ olun. Maraqlı çıxışınıza görə bütün konfrans iştirakçıları sizi diqqətlə qulaq asdı. Bütün mövzunu tam əhatə etdiniz. Yəni, demək olar ki, 2019-dan bu yana bütün tarixçəni geniş izah verdiniz və cari vəziyyəti də, gələcək dönəmdəki perspektivləri də hər kəsə izah elədiniz. Bu, hər birimiz üçün maraqlıdır, çünki hər birimiz bu sistemin iqtisadi subyektiyik, iştirakçısıyıq və biz də öz fəaliyyətimizi müasir dövrün tələblərinə uyğunlaşdırmalıyıq. İstəyir biznes fəaliyyətimizi, istəyir ailə büdcəmizi, ailədə şəxsi iqtisadi fəaliyyətimizi, yəni biz tam elektronlaşma mühitinə artıq transformasiya olmalıyıq. Çünki əks təqdirdə biz yəni iqtisadi inkişafı təmin edə bilməyəcəyik. Bu baxımdan danışığınız, tezisləriniz, yanaşmalarınız çox maraqlı oldu. Konfrans da hesab edirəm ki, uğurlu oldu. Hər kəs bunu maraqla qarşıladı. İnşallah press relizlərimiz də olacaq. Hər kəsə minnətdarıq iştirak etdiyi üçün. Sağ olun. Mən də fürsətdən istifadə edib bugünkü gün bütün konfrans iştirakçılarının hamısını Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Bugün ölkəmizdə Qurban Bayramıdır və hər birinizə uğurlar arzulayıram, can sağlığı arzulayıram. Bax, bu seçilmiş yol, yəni pandemiya dövründə daha çox bizim görə biləcəyimiz bir yoldur. Və bu yol bizim məxsusi seçimimiz deyil, yəni Azərbaycan hökumətinin məxsusi seçimi deyil. Bu dünyanın artıq getdiyi yoldur. 4-cü sənaye inqilabının baş verdiyi dünyada artıq yeni bir müstəvidə, fəaliyyət müstəvisində olmağı tələb edən bir şərtdir. Və təbii ki, biz də, Azərbaycan hökuməti də bu istiqamətdə öz üzərinə düşən bütün addımları, zərbi addımları atır və hesab edirəm ki, tezliklə post-pandemiya dövrü gəlib çatacaq və biz bu çətinliklərin kısa zaman içərisində aradan qaldırılması və yeni fəaliyyət müstəvisində daha uğurlu fəaliyyət verməyə nail ola biləcək. Sağ olun, təşəkkür edirəm. Onda sağ olun, təşəkkür edirəm hər birinizə minnətdarım. Təşəkkür edirik Fikrət müəllim. Çox sağ olun. Sağ olun. Sağ olun.